Zəhmət görmüş adamsan, əziyyət görmüş adamsan. Ona görə də zəhməti qiymətləndirə bilirsən. 15 dedin nədən var da? 15 nədən? 3 dənə nəticə. Sənin kimi babaları var, fəth eləməli bilər. Eləyirlər. Mən pul için de oynamışım. Ancaq getdim hacaq, bu el haram yemeyib, oğurluq eləməyib. Sən Sovet vaxtında görübsən. Ay bu başına dönür. Hə. Bu günü də görmüsən, 90-cı illərin çətinliklərini də görmüsən. İndiki gənclərə mən nə arzulayıram, bu elmlə məşğul olsunlar. Bəli. Elmlə məşğul olsunlar. Bəli, savad öyrənsinlər, keş öyrənsinlər. Adım kompüter, telefon var. İndi hamı o düşman qayırıb. Ancaq mənim tanışlarım var. Bu saat Londonda işləyir. Ancaq oturub Gəncədə. Ay sağ ol. Oturub Gəncədə hər 3 aydan bir bütün ölkəni gəzir. Bileti də gəlir, özü qız xeylaq, qadın xeylaqdır. Maşallah. Bu günə öz-özümə dedim, mən ixtisasçı olmuşum. İndi o işləməsəm də, ancaq mən öz-özümə bir layihə qurdum. Dedim, mən əgər 1 milyon yad versələr kredit, mən bir dənə maldarlıq açaram. 100 nəfərdə, 180 nəfərdə kənddən işçi götürərəm. Bu mənim səmimi fikrim olur. Ha, vallahi düz düşünmüsən. Dedim ki, indi cavandır, elə bilirlər nə var. Mənim fikrim odur. Dedim ki, məsələn, mən o cəmaatın pulun ancaq onun sütündən verərəm. Məsələn, o ki, 1 milyon pul götürməmişəm. Mən 6 aydan sonra 1 milyonu qaytarmağa gücüm var. O balalı ilə gələrəm, onun balasını satıb, o 1 milyonları da 6 aydan sonra verir. Mən özüm o layihəni başımda cızdım. Sən indi bunu eləmək istəyirsən. Bəli. Amma bir tərəfində belə İndi olsun. Amma sən görürsənmi? Halal olsun sənə, vallahi hacı halal olsun sənə. Sənin elə bax bu müdrik sözlərin, bax bu tövsiyyən bütün Azərbaycan üçün bir dərsdir, bir örnəkdir. Qiymətləndirirsə canım olur. Sağ ol canım. Mən bir televizorda tez-tez görsəm baş ordunu.